Səhər-səhər bu düşmən mövqeyinə hücuma keçmək istədik. Hücum alınmadı. Cənab Mayor Vüqar Ağayev çatdırdı ki, günorta olmaz, axşam hücuma keçərik. Burada uzanmışdıq. O başı belə uzanmışdı, mən başı belə aşağı. Bir də bizim bölük komandiri. Bizim də burada PKŞnik var idi, əskər. Səngər var idi o ağacın yanında. İndi görünmür səngər. Saat hardasa 2-ya da işləmişdi. Əskər oradan qışqırdı ki, Cənab Mayor, baskın. Biz hamımız buradan qalxdıq ki, ayağa. Ayın neçəsi olmuş deyə Səfər bəy? Ayın 1-i. 1 noyabr. 1 noyabr. 1 noyabr. Qalxdıq ki, bu istiqamətdən bir 30-a yaxın düşmənin əskəri da gəlir dana nəyi var. Yəni silahla, amma biz oranı qoruyuruq. Amma bunlar biz alladıq buradan gəlirlər. Bu istiqamət. Biz başladıq bunlarla atışmağa. Hamı bir yerdə də, kompakt şəkildə. Şəxsiyyətini də çox istirahət edir ki, axşam hücuma keçəcək. Kombat gördü ki, PKŞnik sərras ata bilmir. Özü durdu, qaçdı ora. Əskərin yanına, əskəri qaldırdı, göndərdi bura. Özü ateş aparanda oradan snaperlə vurdular yuxarıdan. Biz buranın qarşısını alırıq. Oradan snaperlə düz boynundan vurdular. Fəridlə mən getdik, gətirdik bura. Kombat gördük vəziyyəti yaxşı deyil. 7-8 dənə əskər çağırdı ki, kombatı Santarkaya çatdırsınlar. Santark bu aşağıda dərədə gözləyir. Vüqar Ağayev. Bəli, bəli. Üstündən bir 10 dəqiqə keçdi, əskər gəldi ki, bəs cənab baş leytenant Mayor Vüqar Ağayev şəhid oldu. Ondan sonra qaldıq kombatsız, yəni özümüz dalinişi başladıq döyüş aparmağa. Sondan sonra başladıq da biz bu istiqamətdə döyüşə o təpəni ələ keçirdik. Hardasa bir... Vüqar Ağayev də bu hissədir. Bəli, bu yüksəklikdə. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Səbir versin. Xanım dediyə səbir versin. Allah rəhmət eləsin cəmi şəhidlərə. Amma Vüqar Ağayev, Allah hamd olsun, yerindən salto vurub dururdu. Məndən yaşca böyüydü. Yerindən salto vurub dururdu. Hər şeyi də bilirdi. Yəni, ağırmaq lazımdır. Neçə il hərbi hissədə 25 il xidməti var dedi. Xanım bibi, bax sənin cəsur oğlunun barəsində komandirlər danışdı, döyüş yoldaşları danışdı. Əlimizdən bu qədərə gəldi, döyüşdüyü yeri, şəhid olduğu yeri təsbit elədik. Elə bu yerdən də sənə təskinlik üçün Vüqar Ağayevin şəhid olduğu yerdən torpaq gətirirəm ki, o sənə təskinlik olsun. Bax, buradan, bu yerdən sənin üçün torpaq götürürəm. Özü rəhmətli bu rayondan idi. Xanlıq kəndindən. Özü Qubətlidən mı? Allah sənə səbir versin, Allah bütün şəhid ailələrine səbir versin. Bu torpağı sənə gətirəcəm. Oğlunun vətən uğrunda şəhid olduğu yerdə. Allah rəhmət eləsin. Allah mükəmməl cənnətdir. Allah cənnətdir. Sağ olun qardaşlar, siz də çox sağ olun, əziyyət çəkdiniz.